özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala cümləmizi təqvalı bəndələrindən qərar versin inşallah. Dinimizdə belə bir mövzu var ki, vətən mövzusudur ki, məşhur hədis Peyğəmbər sallavatullahdan nəql olunur ki, Həzrət buyurur ki, hubbul vətən minəl iman, vətəni sevmək imandandır. Vətən sözü ərəb sözüdür. Vətən sözü ərəb sözüdür. Yer, məkan, yaxud insanın məskunlaşdığı yerə deyilir vətən. Quran-ı Kərimdə cəm forması işlənib. Allah Taala buyurur, Bismillahirrahmanirrahim, Ləqəd nəsərəkumullah fi məvatinə kəthirətin və yawma Huneyn. Allah Taala buyurur ki, artıq Allah Taala sizə bir çox yerlərdə kömək etmişdi. Ləqəd nəsərəkumullah, Allah sizə kömək etmişdi. Fi məvatinə kəthirə, bir çox yerlərdə və yawma Huneyn və Hüneyn günündə. Bu ayədə də Allah Taala yer mənasında vətən sözünü qeyd edir. Vətən şəriətdə qeyd olunan mövzulardan biridir. Bizim rastımıza gəlir namaz və oruc məsələlərində. Namaz və oruc məsələlərində. Müsafir namazı. Müsafir namazı neçə yerlər var ki, orada 4 rükətli namazlar qəsr qılınır, 2 rükət qılınır. O yerlərdən biri budur ki, insan səfərdə olsun. Düzdür, onun məsələləri çoxdur, yerləri çoxdur. İnsan səfərdə olsun, daimi yaşadığı yerdən aralı düşəndə o həmin 4 rükətli namazlar 2 rükətli qılınır. Peyğəmbərimizin vətəni Məkkədir. Bilirik ki, Peyğəmbərimizin İslam dinini təbliğ etməyə başladığı zamanlarda Məkkə şəhərinin cəmaatı ona çox əziyyət etdiyindən Peyğəmbərimiz Məkkə şəhərini tərk edir. Amma Məkkə şəhəri barəsində Peyğəmbərimizin çox gözəl kəlamı var, çox gözəl sözü var. Ey Məkkə, Peyğəmbərimiz Məkkə şəhərinə, ey Məkkə, sən mənim üçün çox doğma, çox əziz, çox dəyərlisən. Amma səni tərk etmək məcburiyyətində qoyublar məni. Peyğəmbər Məkkə şəhərinə xitabən bu cür deyir. Və daha sonralar Peyğəmbərimiz özünə daimi yaşayış yeri Mədinə şəhərini seçir. Özünə vətən Mədinə şəhərini qərar verir. Mənim öz düşüncəmdir bu, mənim öz fikrimdir bu. Yəni, bir yerdən oxumamışam. Mən düşünürəm ki, bəlkə Peyğəmbərimizin anası, atası həmin şəhərdə, Mədinə şəhərində dəfn olunduğundan Peyğəmbərimiz Mədinə şəhərinə özünə vətən qərar vermişdi. Yaxud mümkündür ki, deyək, Mədinə şəhərinin cəmaatı Peyğəmbərimizə qarşı çox istiqanlı və mehriban olduğuna görə Peyğəmbərimiz Mədinə şəhərini özünə vətən qərar vermişdi. Və baxsaq, diqqət etsək, görərik ki, hələ klassik ədiblərimiz öz qəzəllərində, şeirlərində də vətən mövzusuna xüsusi yer vermişdi. Allah rəhmət etsin Məhəmməd Füzulini. Məhəmməd Füzuli öz qəzəlində bu cür deyir. Buyurur ki, edəməm tərk Füzuli, səri kuyin yarım, vətənimdir, 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 vətənim. Düzdür, bunu izah edəndə Füzuli burada neçə vətənim qeyd edib. Hələ onlar aləmi zər, ondan sonra ana bətni, ondan sonra yaşadığı yer və daha sonra axirəti də vətən misalında, vətən nümunəsində qeyd etmişdi və həmçinin bu həmin vətən mövzusu xüsusi bir yer olduğundan İmam Əli əleyhissalamın kəlamında var. İmam buyurur ki, ölkələr abadlaşır. Ölkələr abadlaşır insanların öz vətəninə olan sevgisi ilə, öz vətəninə olan məhəbbəti ilə. Və bu həmin kəlamlar Peyğəmbərimizin, Əhl-i Beytin kəlamlarında xüsusi yer almaqdadır və bugün əlbəttə ki,
bizim həm milli kimliyimiz var, bir həm dini kimliyimiz var. Milli kimliyimiz bizim bu vətənə, bu elə, bu obaya olan bağlılığımızdır və bu günləri biz fəxr edirik öz elimizlə, öz Azərbaycanımızla, öz yurdumuzla və həmçinin bizim öhdəmizə düşən milli kimliyimizin, milli vəzifəmiz ondan ibarətdir ki, öz vətənimizi qorumaq və necə ki, 44 günlük müharibədə bizim şəhidlərimiz öz canlarını fəda etdilər, qazilərimiz öz sağlamlıqlarını itirdilər və həmçinin müharibə veteranlarımız oldu ki, onlar vətənimizin, torpağımızın azad olunmasında bütün cəhdlərlə, bütün səylərlə əllərindən gələni əsirgəmədilər və inşallah Allah Taala'dan duamız budur ki, Allah Taala vətənimizi, torpağımızı, həm dünya vətənimizi, həm axirət vətənimizi qorumağı bizlərə yardımcı olsun. Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala bizim torpaqlarımızda, bizim məmləkətimizdə və bütün İslam dünyasında, yer üzündə daim sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala vətənimizi, elimizi, obamızı qoruyan hərbiçilərimizi, əsgərlərimizi öz nuru ilə hifz etsin. Allah Taala şəhidlərimizə rəhmət etsin. Allah Taala'dan duamız budur ki, qazilərimizə və bütün xəstələrə şəfa və səbir inayət etsin. Allah Taala inşallah bu cümələr hörmətinə bizi bağışlanmış bəndələrindən qərar versin. Allah Taala bu cümələrdə oxunan bütün duaları, edilən bütün ibadətləri qəbul etsin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Dua, salavat, salih əməllərimizi İmam Zaman əleyhissalamın zuhuru üçün zəmin qərar versin. Allah Taala yer üzündə İmam Zaman əleyhissalamın zuhuru ilə haqqı, ədaləti bərqərar etsin. Yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə, Peyğəmbər və Əhl-i-Beyt sevgisi nuru ilə münəvvər etsin. Allah Taala dünya və axirətimizi salamat etsin, aqibətimizi xeyirli etsin. Allah Taala ən gözəl və ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah dualarımızın qəbul olmasına